Vatan mülkünü ben de koca baktım görüm bu günü. Bugün hemin gündür. Dağların koynunda yollar çekilir, yollar kenarında güller ekilir, nəğmələr yürüyür vatan mülkünü. Biz de koca yaşımızda gördük bu günü. Şükür bu günü. Ben tabii ki bir bədii qiraətçi olarak sözümü bir ifayla bitireceğim. Benim repertuarımda olan son iller. Çok tez konsertlerde, tedbirlerde istifade edeceğim bir ifade. Bu Zəlimxan Yaqubun şeiridir. Şeirin adı belədir. Azərbaycan oxusun. Bugün benim ürəyim Azərbaycan boydadır. Ürəyim Azərbaycan, bütün cahan boydadır. Elə hey daş atırlar könlümün aynasına, elə hey çalışırlar daş dəyə aynasına. Uğrunda iller boyu sert qayalar çatdığım, kanımın bahasına kazandığım, tapdığım azadlıq dediğimiz o müqəddəs neyməti, əqidəni, məsləki, hünəri, cəsarəti, zəmin, zorun gücünə əlimdən almaq üçün, ucalan bir bayrağı ayağa salmaq üçün, yanan var, yakılan var, əzən var, əzilən var, yadların ayağına qul kimi yıxılan var, çul kimi sərilən var. Demək ki, bu ölkənin sahibi, yiyəsi yox. Demək, kəsmir qılıncın, qını var, tiyəsi yox. Bu ölkənin başında başçı da var, baş da var, vətəni həqqən sevən əsl vətəndaş da var. Bayraq azadlığın var, başın üstə yerlənir. Torpaq azadlığın var, dağları sümbüllənir, düzləri çiçəklənir. Yerlən bayrağım mənim, alış ocağım mənim, oxu dodağım mənim. Azadlıq nəğməsini, istiqlal havasını, ürəkdə yanan işıq, damarda qan oxusun, Azərbaycan olsun, Azərbaycan.